olmalıdır. Belə şey olar. Bu və dünyanın da pulları və ondan hansısa industriya, belə deyə də bilmirəm, səhiyyənin hansı bir pulu, plastik cərrahlar, nə bilim kimlər, bunlar pul para qazanırlar. Gözəllik industriyası nə qədər pul para, günlərlə plastik cərrahlardadılar, günlərlə kosmetoloq, gündə bir şey çıxır, kosmetoloji ürünlər çıxır da, belə deyək də. Nələr, od qiymətinə çox baha. Aydın amma pul olsa da belə qəbul eləyə bilmir. Yox, pul var söhbəti deyil burada. O adam özünü olduğu kimi qəbul eləyə bilmir. Bir də bir mikrofonu unutmayın. Burada belə deyim də, özünü birincisi olduğu kimi qəbul eləyə bilmir. Həmin o insanların çoxusu, bu bir psixoloji pozuntudur. Bunun adı da var, dismorfofobiya var. O həddindən çox estetiklərə gedən xanımlar ki var. Hər zaman özlərində nəsə bir qüsur görürlər, özlərinin aslı deyil. Amma mən sizə bir şey, mənə çox maraqlıdır. Axı bu kütləvi hal alıb, deməli kütləvi şəkildə insanlarda pozuntu var. Bəli, kütləvi halda artıq bu gedir, təəssüflər olsun ki... Axı bu bir adam deyil, iki deyil, beş deyil. Psixoloji pozuntu bu qədər mi insanlarda var? Təəssüflər olsun ki, bəli, insanlar artıq buna doğru gedir. Bir sosial konformizmdir bu həm də. O eləyir, bu eləyir, artıq belə deyim də, göz öyrəşir. Belə deyim də, göz də öyrəşir. Bunu normal insan, asıllı insan eləyir bunu. Normal insan eləmir. Bir də insanların gözəllik haqqında düşüncələri dəyişib. Məsələn, insan özünü tam olaraq qəbul edib gözəl kimi görə bilmir. Burnum bu cür olarsa mən gözəl olacağam. Qulağım bu cür gedib eləsəm gözəl olacağam. Dodağımı bu şəkildə eləsəm. Yəni ki, bədən üzvlərini ayrı-ayrılıqda gözəl kimi görürlər, belə deyim də. Bütöv olaraq özlərini görə bilmirlər. Məsələn,